Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi Allahverdiyev Vüsal Tahiroğlu'nun anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Eyni zamanda tədbir iştirakçıları əslən Qubadlı rayonunun Yuxarı Mollu kəndindən olan Vətən müharibəsi şəhidi Gizir Elnur Təvəkküloğlu Abdullayevin məzarını ziyarət ediblər. Üzərinə gül dəstələr düzüblər. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Ağverdiyev qeyd edib ki, sentyabrın 27-sindən başlayan 44 gün davam edən və Qarabağda daxil olmaqla işğal altındakı torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa müddətdə əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daimə yüksək olması imkan verib ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Çıxış edənlər Vətən müharibəsində qazanılan zəfərlə bağlı öz fikirlərini və şəhidimizlə bağlı xatirələrini bölüşüblər. Şəhidin atası Tahir Allahverdiyev göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildiriblər. Qeyd edək ki, Allahverdiyev Vüsal Tahiroğlu 16 avqust 1988-ci ildə Qubadlı şəhərində anadan olub. Vüsalın son döyüşü 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində olub. Hücum zamanı üzbəüz döyüşdə partlayış qəlpə yarası ilə şəhidlik zirvəsinə ucalan Vüsal Allahverdiyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.